Şəhər. Bu söz bizə hündür binaları, işıqlı küçələri xatırladır. Amma şəhər sadəcə beton deyil. Şəhər nəfəsdir. Şəhər həyatdır. Şəhər gələcəkdir. Hər səhər oyandığımız hava, addımladığımız küçə, kölgəsində dincəldiyimiz ağac. Bunlar şəhərin ruhudur. Əgər şəhər təmizdirsə, insan da rahat nəfəs alır. Əgər şəhər yaşıldırsa, gələcək də ümidlidir. Təəssüf ki, bəzən şəhərlər yorulur. Hava çirklənir, tullantılar artır, yaşıllıqlar azalır. Səs-küy, tüstü və beton təbiətin səsini zəiflədir. Amma şəhəri yoran zaman deyil, bizik, həddindən artıq avtomobil istifadəsi, fabrik və nəqliyyat tullantıları, plastik və məişət tullantıları torpağı və suyu çirkləndirir. Çaylara axıdılan tullantılar suyun təmizliyini pozur. Plansız tikililər yaşıllıq sahələrini azaldır. Kəsilən hər ağac şəhərin nəfəsini zəiflədir. Enerjidən israfla istifadə etdiyimiz isə təbii ehtiyatların tükənməsinə səbəb olur. Bəli, şəhər yorulur. Əgər problem insanın davranışındadırsa, deməli həll də insanın seçimindədir. Biz şəhəri yoruruqsa, onu yenidən canlandıra da bilərik. Və bunun adı ekoloji təmiz şəhərdir. Ekoloji təmiz şəhər insanla təbiətin harmoniyasıdır. Elə bir şəhər ki, enerjisini zərərsiz mənbələrdən alır. Elə bir şəhər ki, inkişaf edərkən təbiəti məhv etmir. Günəşdən gələn işıq küçələri aydınlada bilər. Küləyin gücü evlərə enerji verə bilər. Suyun axını şəhəri işıqlandıra bilər. Velosiped yolları, elektrik nəqliyyatı, geniş parklar, tullantıların çeşidlənməsi və təkrar emalı. Bunlar sadəcə ideya deyil, real gələcəkdir. Çünki ekoloji təmiz şəhər təkcə texnologiya deyil, düşüncə tərzidir, məsuliyyətdir, vicdandır. Biz də bu gələcəyi təsəvvür etdik və onu modelləşdirdik. SAF 2025 layihəsində komandamız ekoloji təmiz şəhər modeli hazırladı. Modelimizdə şəhər enerjisini günəşdən, küləkdən və sudan alırdı. Təmiz, davamlı və təhlükəsiz enerji. Bu ideya sadəcə bir layihə kimi qalmadı, kubuka layiq görüldü. Amma bizim üçün ən böyük mükafat kubuk deyil. Ən böyük mükafat odur ki, biz gələcəyin mümkün olduğunu göstərdik. Çünki yaşıl şəhər xəyal deyil, onu qorumaq bizim əlimizdədir. Ekoloji təmiz şəhər elə bir təmiz gələcəkdir. Elə bu gələcək bizim seçimimizdir.